Xəbər verdiyimiz kimi, avqustun 14-də Nardaran qəsəbəsində yerləşən Sibriz istirahət mərkəzində hovuzda su nasosunda sıxılı vəziyyətdə qalan 4 yaşlı Abdullayev Akif Cavidoğlu vəfat edib. Bununla bağlı iş adamı Emin Ağalarov şəxsi Instagram səhifəsində paylaşım edib. Sibriz ərazisindəki akvaparkda baş vermiş faciəvi hadisə nəticəsində bir uşaq həyatını itirib. Şəxsən öz adımdan, bütün Sibriz komandasının adından ailəyə ən dərin və səmimi başsağlığı verirəm. Belə bir anda valideynlərin və yaxınların ağrısını yüngülləşdirə biləcək heç bir söz yoxdur. Hazırda baş verənlərin bütün halları, o cümlədən uşağın hovuzun texniki zonasına, çəpərlərin arxasında su nasoslarının işlədiyi əraziyə necə düşməsinin səbəbləri araşdırılır. Biz öz tərəfimizdən istintaqa hər cür yardım göstəririk. Uşaqların və böyüklərin təhlükəsizliyi Sibriz üçün həmişə qeyd-şərtsiz prioritet və öhdəlik olub olaraq qalır. Kurortun bütün zonaları, obyektləri Fövqəladə Hallar Nazirliyi və müvafiq qurumlar tərəfindən mütəmadi olaraq yoxlanılır. Akvapark 3-cü mövsümdür ki, fəaliyyət göstərir və bu müddət ərzində 350 min nəfərdən çox qonağı qəbul edib. Baş verənlərlə əlaqədar bütün təhlükəsizlik tədbirləri əlavə olaraq yenidən yoxlanılacaq və gücləndiriləcək.